Bu videoda GPS üçün lisenziyanın, korreksiyanın necə aktivləşdirilməli olduğunu izah edəcəyim sizə. 7060 texnikaları NH392 qəbul edicisi ilə təmin olunmuşdur. NH392 qəbul edicisində aktivləşmə flash kart vasitəsilə olur. Köhnə 372 qəbul edicilərində aktivləşdirmə, məsələn, biz bu bölməyə daxil olub, Toolbox bölməsini seçib, GPS alt pəncərəsini seçib, aşağı doğru hərəkət etdirdiyimizdə, burada license file bölməsi var. Bura biz lisenziya parolunu, aktivləşmə parolunu daxil edirik 370-lərdə, amma 392-lərdə aktivləşmə flash kart vasitəsilə aparılır. Hal-hazırda biz flash kartı monitora daxil edək. Flash kartı monitora daxil etdikdən sonra monitoru söndürüb yandırırıq. Yenidən Toolbox, GPS pəncərəsini seçirik. Hal-hazırda korreksiya növü avtonom olaraq seçilib, amma biz lisenziyanı aktivləşdirdikdən sonra burada Centerpoint RTX lisenziyasının aktiv olduğu görünəcək. Centerpoint RTX lisenziyası 2.5 sm altında xəta payı texnikanın GPS ilə işləməsini təmin etməkdədir. Məsələn, hal-hazırda biz bu bölməni seçdikdə, license file bölməsini seçdikdə flashkaya daxil etdiyimiz aktivləşdirmə faylını görə bilirik. Aktivləşdirmə faylını seçirik və yuxarıda install bölməsi var. Bu bölməyə basırıq və aktivləşmə prosesi hal-hazırda gedir. Hal-hazırda aktivləşdirmə prosesi bitib. Prosesin uğurla yekunlaşdığı qeyd olunur burada. Close düyməsinə basırıq və yuxarı doğru hərəkət edir. Korreksiya növü olaraq avtonomun üzərinə basdıqda hal-hazırda heç bir şey olmadığı görsənir. Monitoru söndürüb yenidən yandırırıq. GPS alt pəncərəsini seçirik. Bu səfər korreksiya növünü seçdiyimizdə Centerpoint RTX-in bu bölmədə əks olunduğunu görürük. Centerpoint RTX-i seçirik. Centerpoint RTX-i seçdikdən sonra əlavə bölmələrin açıldığını görürük. Korreksiya dərəcəsi level olaraq RTX Satellite standartı seçirik. Daha sonra əlavə bölmələri əks olunur. Position Recall, əvvəlki mövqeyin yadda saxlanılması. Bu bölməni biz deaktiv edirik, söndürürük. RTX Setup Option. Bu bölməyə daxil oluruq. Burada Preset, Customs və Auto. Biz Custom bölməsini seçirik. Custom bölməsini seçdikdən sonra RTX Setup bölməsinə daxil oluruq. Xəbərdarlıq məlumatı əks olunur burada və biz Accept, yəni qəbul edirik, basırıq, daxil oluruq. Əgər Centerpoint RTX korreksiyasından istifadə ediriksə, Azərbaycan ərazisi üçün RTX Satellite Frequency, yəni page tezliyi olaraq 1545.50 MHz seçməliyik. Burada təqdim olunmuş məlumatı silirik. 1545.50 daxil edib Enter düyməsini basırıq. RTX-in baud rate, yəni sürət dərəcəsi olaraq 2400 qeyd olunub. Biz bunu 1200 seçməliyik. 1200 seçib OK-in üzərinə basırıq. Convergence distance, yəni siqnalın qoşulma məsafəsi nə qədər olmalıdır, burada qeyd olunur. Burada hal-hazırda içləndir. Yenidən əsas ekrana qayıdıb Toolbox, operator alt pəncərəsini seçirik. Unit USA-dir. USA-yi metrik edirik. Toolbox, GPS bölməsinə daxil oluruq. Convergence distance-ə maksimal dəyər qoyuruq. 0.501, 0.508, maksimal dəyər 0.508 qoyuruq. Və bundan sonra diaqnostika pəncərəsinə daxil oluruq. Diaqnostika pəncərəsi daxil olduqdan sonra GPS alt pəncərəsini seçirik. Hal-hazırda burada prosesin getdiyi qeyd olunur.